Salam, xoş gördük hörmətli tamaşaçılar. Ən dəyərli insan Allahdan ona yaxınlıq istəyən insandır. Tarix boyu insan daima axtarış içindədir. Axıb gedən həyatında gözləntiləri, istək və ehtiyacları heç vaxt bitib tükənmir. Durmadan arzu etdiklərinin arxasınca qaçır. Bu axtarışı ömür boyu davam edir. Hörmətli tamaşaçılar, bugünkü mövzumuz əsl insan necə olmalıdır? İstərdim qonaqlarımızı sizlərə təqdim edim. Şair Elşən Xəzər, şair, publisist Sərvaz Hüseynoğlu, androloq, iş adamı Mirzəli Cəfərquliyev və Azərbaycanın sevimli müğənnisi, əməkdar artisti Hürhəngiz Müsəvi. Xoş gəlmişsiniz. Verilişi musiqi ilə başlamaq istərdim. Hürhəngiz xanım, əli boş gəlməmişsiniz. Təbii istədim sevimli bəstəkarımız Cavanşir Quliyevin Tez Qayıt mahnısını ifa edir. Buyurun. Məmnuniyyətlə. Buyurun, buyurun. Güneşin karşısın bulut alanda, bahçada güllerim koynum duranda. Güneşin karşısın bulut alanda, bahçada güllerim koynum duranda. Kalbim körelende gözüm dolanda, ömrüme günüme tez kayıt gül, ömrüme günüme tez kayıt gül, ömrüme günüme tez kayıt gül, ömrüme günüme tez kayıt gül. Hasretli günlerim illere dönür, saçıma den düşür belim bükür. Dünya gözlerimde nağıma dönür, nağıma dönür, nağıma dönür. Ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül. Demiştin zirveden elmeyeceksen, ehdine sadıksan görmeyeceksen. Demiştin zirveden elmeyeceksen, ehdine sadıksan görmeyeceksen. Ebedim eşerse söylemeyeceksen. Ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül, ömrüme, günüme tez kayıt gül. Hasretli günlerim illere dönür, saçıma den düşür
qayıt gülüm, ömrümə, gülümə, tez 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 qayıt gülüm, tez qayıt gülüm, tez qayıt gülüm. Avası, ifası Gözəl xanım. İfanız üçün təşəkkür eləyirəm. Sizin adınıza Sarı Çiçəyim Gül Salonundan gül dəstəsi göndərilib. Xahiş edirəm o gül dəstəsini buyuruz, bu sizə Çox sağ olun, çatacaq. Mehriban xanım, çox sağ olun. Diqqətə görə sarı gül çiçəyi salonuna dərin minnətdarlığımı bildirirəm. Çünki qadınlar, hər bir qadın gülü çox sevir. Bəli, bəli. İlk sualımı istəyirəm. Elşən Xəzərdən başlayaq. Hacı, insan kimdir? Necə ki, əvvəldə buyurdunuz ki, insan Allaha, yəni sözün mənası budur ki, ehtiyaclıdır hər bir halda. Bəli. İslam dinində Allahın buyurduğu insan, yəni bioloji insan ki, hazırda oturmuşuq burada və düzdür, insanıq, amma tam deyilik. İnsan odur ki, həm elmi, həm elm, həm bəsirət və cəmiyyətə xidmət. Bu üç birlikdə olanda Allahın nəzərində budur ki, insan insandır. Yəni əsl insan diridir, diri insandır. Ki Allah özü Quranda buyurur ki, deyir, insanların bəziləri ölüdür. Onların yəni ayaq üstə gəzib ora-bura getməyinə baxmayaraq onlar ölüdülər. Diri insan budur. Yəni elm əvvəl elmdir, sonra bəsirətdir. Yəni Yəni bünövrəsi elmdən başlayır. bəli, elmdir. Bəli. Çünki əvvəl ayə Quranda birinci ayə oxu ilə başlayır və axırıncı ayə Bəs niyə deyirlər səcdə elmli ilə. insandır? Və axırıncı, lap axırıncı ayə səcdə ilə bitir. Yəni Allahın sözü budur ki, bu Quranda elm ibadətlə, imanla təmasda olmasa, bir olmasalar bunlar, bu fəsada doğru gedəcək. Həzrət Əleyhisselamın da bir gözəl sözü var ki, buyurur ki, iman, yəni bəsirətsiz iman suya bənzər. Suyu qanqalın dibinə də töksün, qanqal yetişdirəcək. Gülün dibinə töksün, gül yetişdirəcək. Ona görə gərək bu əsl insan gərək kamilliyə çata. Kamilliyə çatmasa insan, ayılmasa, diriltməsə özünü, Allahın buyurduğu kəlamlarda bilirik ki, nəticə hara gedib çıxacaq, nəticə nə olacaq. Ona görə insan gərək əvvəl elm, bəsirət sahibi olmalıdır və cəmiyyətə xidmət eləməlidir. Cəmiyyətə xidmət eləməyən insan ölü adlanır. Tamamilə Və doğru. imanını bəsirəti ilə, elmini bəsirəti ilə birləşdirməyən insana Allah ölü deyir. Deyir, onlar ölü kimidirlər. Gərək insan millətinə, xalqına, dininə, cəmiyyətə yararlı ola və yararlı övladlar böyüdə və özü də vaxtını hədər eləməyən, Səmərəli keçirdə. bəli, gərək insan çalışa, çalışqan ola, Qrup yarada. Bəli. gərək ki, bir elm dalıca gedə ki, o elmi ilə imanını əldə eləyə və onunla cəmiyyətə xidmət eləyə. Bunlar olmayan halda çox şey zərərə aparacaq. Elm olsa da imansız, zərərə aparacaq insanı. Bəsirət də olsa elmsiz, o da zərərə aparacaq. Gərək bunlar hamısı bir yerdə toplana ki, sən cəmiyyətə xeyir verəsən. Şair, insanı insan edən xüsusiyyətlər barədə nə deyə bilərsiniz? Bilirsiniz, ictimai fikir tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz yaranandan bəri tarix boyu həmişə insanlıq düşüncəsini daşıyıcısı, onu yetişdirən, istiqamətləndirən bir missiya vəzifəsini yerinə yetirib. Yəni, insan yetişdirmək amili, yəni doğulmuşu, dünyaya gəlmiş fərdi, adamı insana çevirmək yolunda necə ki bizim analarımız,
bacılarımız o unu ələkdən keçirirlər. Sonra onu yoğururlar, sonra yapırlar və sürfənin üstünə halal bir nemət çörək gətirirlər. Bax, ədəbiyyat, elm, mədəniyyət, ictimai fikir tarixi həmişə bu adamı insana çevirmək yolunda həmin o anaların o gördüyü elə bir o işi görüblər ki, onu yoğurublar, yopublar, əliyiblər və onu ruhuna, qəlbinə o insanlıq düşüncələrini, yəni insanlıq anlayışının ən yaxşı dəyərlərini gətirməklə insan yetişdirməyə xidmət edirlər. Yəni bu mənada ədəbiyyatımız, mədəniyyətimiz, ictimai fikir tariximiz bir insanşünaslıq elmidir. Eyni zamanda bu təkcə elminin özündə yazılı şəkildə yox, insanların bizim böyük şəxsiyyətlərin şəxsi yaşamı bir insanlıq məktəbi yetişdirən bir məktəb olub. Yəni universitet, akademiya rolunu oynayır. Bəli. Məsələn biz Məhəmməd peyğəmbərin həyatı bizim üçün bir insanlıq məktəbidir. İmam Əlinin həyatı, İmam Hüseynin həyatı, Mövlana Cəlaləddin Ruminin həyatı, Dədə Qorqudun həyatı, Bamsı Beyrəyin həyatı. Bunların biri insanın mənəvi təmizliyi, biri insanın vətəndaşlıq mövqeyinin ucalması. Məsələn Babək vətəndaşlıq mövqeyinin ucalması baxımından həmişə bizə insanlıq dərsi keçib. Məsələn Mövlana Cəlaləddin Rumi bizə insanın içində olan insanı oyatmaq, insanın da insan oyatmaq düşüncəsinin daşıyıcısı olub. Yəni bu sənətkarlar, bu böyük insanlar, bu böyük qəhrəmanların özü həyatdan köçüb geçsələr də belə onların adı, hətta qəbri belə, hətta onun ziyarətə dönən o məbədləri belə artıq insanlıq düşüncəsini irəli aparan bir vasitəyə dönüb. Bəli. Bunların ömür yolu, tarihi bizə öyrədiblər ki, hansı yerdən keçib gedirsənsə, orada varlığını, qəlbini bir işıq kimi az keç get. Yəni ki, səndən sonra o işıqdan gəlib keçənlər o qaranlığa düşməsinlər, həyatlarını kaybetməsinlər, yollarını itirməsinlər. Yəni insan keçib getdiyi yerə özün bir fənar kimi, işıq kimi asıb keçməlidir. Dərsi verib bizim bu ictimai fikir tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz. Bizim mədəniyyətimiz, ədəbiyyatımız, bilim adamlarımız öyrədiblər ki, ey vətənim, ey qadınım, ey evladım, hardan soyuq sazaq əssə üstünə, sən o səmtdən divarına hör məni. Yəni sən məni həmişə arxalan, mənə güvən, ona görə ki, mən sənin varlığın üçün, o vətənin daşı üçün, qayası üçün həyatımı verən bir şəxsiyyət kimi yaşadım. Anamı vətən kimi qorudum, vətənimi ana kimi qorudum. Yəni anasının qədrini bilməyən heç vaxt vətəninin qədrini bilməz. Yəni bunlar bilirsiniz nə, tarix boyu bilirsiniz xeyir və bizim ədəbiyyatımızda xeyir və şər obrazı olub və eyni zamanda insan və iblis obrazı olub. Məsələn, biz böyük şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığını oxuyanda bütöv şəkildə bizə bir insanlıq məktəbini, insanlıq dərsini keçən bir düşüncə yansıyır ki, yəni o təriqətdədir insan, Allahın özü də insan da. Yəni o təriqətdədir, mərifətdədir, xalqa deməli xidmətdədir Allah. Və o Allah məhz o xidmətlərindən insana təcəlli eləyir. İnsan məhz o cəmiyyətə xidmətlərindən, vətənə xidmətlərindən, insanlığa xidmətlərindən, bəşəri dəyərlərə xidmətindən bir-birindən qaynayıb qovuşur və ona görə də bəzən mənəm Allahı özündə arayırsan, bəzən Allahda özünü arayırsan. Çox sağ olun. Qarşı-qarşıya dayanan elə bilin ki, insanı irəliyə, insanı insanlığa götürən bir əbədi yoldur və biz bu yolu keçib getməliyik. İnşallah. Mirzə Həkim, insan nə zaman xoşbəxt ola bilər? Mehriban xanım, bu çox gözəl bir sualdır. Əlbəttə ki, burada 3 sual deyildi və həqiqətən çox maraqlı suallar idi. Amma əlbəttə ki, yekunu gəlir çıxır xoşbəxtliyin üzərində. Xoşbəxtlik dediyimiz bir şey ki var, o insanın öz əlində olan bir şeydir. Hacı çox gözəl söylədi. Birinci elmdir. Elmi olan insan əgər o elmini düzgün istifadə edirsə, məlum şeydir ki, onun xoşbəxtliyi, necə deyirlər, onun öz əlindədir. Bəzən deyirlər ki, insan var, deyir ki, mən bu qədər əlləşirəm, amma nəysə heç nə alınmır. O heç nə alınmamağın günahı özündədir. Ona görə ki, tələsir. Hər bir şeyin öz vaxtı var. Yəni, Allah Teala bizi yaradanda, ümumiyyətlə, mən həmişə deyirəm ki, bir insan əsrdə bir dəfə yaranır. Yəni, məsələn, hacıdan bu əsrdə bir dənə idi. Şairdən bu əsrdə bir dənə idi. Və s. və s. Mənə sual verirlər ki, necə yəni, şair çoxdur, hacı çoxdur, deyirəm, bəli. Amma onların arasında olan bu şəxslər bir dənədə, hər əsrdə biri yetişir. Və İnsan həyatdan köçəndən sonra iki şey apara bilir.
cəmi iki şeydir. Bir lənətdir, bir rəhmətdir. Bəli. Başqa heç bir şey apara bilmir. Nə vardır, nə dövlətdir, heç nə apara bilmir. Bir də özündən qoyan, özündən sonra qoyan nəslini saxlayır. Və o nəsli necə tərbiyə edirsə, o tərbiyənin nəticəsində o insana ya rəhmət oxunur, Ya ya lənət lənət oxunur. oxunur. Bəli, bəli. Belə bir lətifə də var, deyir, bir kişi bərə daşıyırmış, biraz sudan aralı saxlayırmış. Orada cəmaat düşürmüş, bir 10 metr yeri ayaqla gedirmişlər. Rəhmətə gedəndə oğluna tapşırır ki, sən Allah ilə ilgilən ki, mən rəhmətə gedəndən sonra söyüş gəlməsin. Bu yazıq da güya yaxşılıq eləmək istəyir, bərəni çəkir düz qırağa. Düşən deyir buna bax, bunun atası nə pis adamıymış, deməmiş gəl, bərəni burada saxlayamaq olarmış, amma 10 metr aralı saxlayım. Görürsünüz, burada güya oğul yaxşılıq eləmək istəyirdi, amma ataya lənət oxutdurdu. Bilirsiniz, bu da yenə gəldi çıxdı tərbiyənin üzərinə. Yəni, hər bir insanın, istər qadın olsun, istər kişi olsun, onun fərqini görmürəm. Onların həyatdan köçəndən sonra bilinir ki, Kim o kimdir? insan yaşayıb, ya ki yaşamayıb. Bəli. Yəni, insan var ki, rəhmətə gedər, heç 3 gündən sonra yada düşməz. İnsan var ki, rəhmətə gedər, məsələn, indi mən öz sahəmdə deyirəm, məsələn, elə bir həkim var ki, 10 il bundan qabaq rəhmətə gedib, hətta 20 il, 30 il bundan qabaq rəhmətə gedib, yenə biz onun misallarını xəstə ilə danışanda söhbətdə deyirik. Amma elə həkim, elə bir hətta professor, akademik yaşaya bilər ki, onun bir kəlməsi bu gün yadda qalmaz. Yəni, insan o demək deyil ki, kağız üzərində kimsə olsun. İnsan odur ki, bu həyatda yaşayıb, yaşada bilsin. Və mən həmişə, məsələn, vəzifədə olan zaman həmişə deyirdim ki, mən vəzifəyə bugün bu vəzifədəyəm. Mənə lazımdır ki, mən vəzifədən sonra olanda mənə salam verən çox olsun. Həqiqətən də Bəli, gördüm ki, doğrudur. yox, həyatda düzgün yol seçmişəm. Orada. Şükür olsun Allaha ki, istər vəzifədə olum, istər vəzifəsiz olum, istər maşınlı olum, istər maşınsız olum. Həmin o hörmət qalıb şükür olsun bugünkü günə qədər. İndi yəqin ki, televiziya tamaşaçılarından məni tanıyan çox olacaq. Həqiqətən də görüblər ki, mənim xəstəni qəbul eləməyimi də görüblər. Onlara etdiyim hörməti də görüblər, münasibəti də görüblər. Xəstə olub ki, bəli, o sağalmayan xəstəlikdir. Amma həqiqətən mən onu elə qarşılamışam ki, xəstə qapıdan Müsbət çıxanda enerji deyib ki, vermisiniz. doktor, mən bilirəm mən sağalan deyiləm, amma sizin mənimlə söhbətiniz ki var, heç olmasa bir ildə ömrümü artırdı. Yəni, bilirsiniz necədir? Onun özü böyük bir xoşbəxtlik idi ki, sima ilə, davranışla, tərbiyə ilə, qanacaq qabiliyyətlə sən hansısa bir insanla müraciət eləyəndə onu yaşada bilirsən. Bax, budur həyat. Yoxsa ki, bilirsiniz, birinin imkanı var, yanından kasıb keçir, çıxardır, ona 1 manat pul verir. Yox, o düzgün hərəkət deyil. Özü necə verir? O düzgün deyil Mehriban xanım. Bəli, bəli. O pulu olan insan görür ki, ona əl açan var ha. Çalışsın, ona iş versin. Öyrətməsin onu əl açıb dilənməyə. Onun yanına çağırsın. Əgər imkanlı adamsa, yəqin bunun yanında bir iş yeri olar da. Çağırsın həmin o adamı, ona iş yeri versin. Ona, necə deyim, yaşamağı öyrətsin. Ondan bundan dilənməklə, 10 köpək, 20 qəpik ilə yaşamağı öyrətməsin. Və həyat belə bir qurulub ki, bugün dilənçi sabahları böyük bir vəzifədə olan bir adam ola bilər. Yəni, bunu edən Allahdır. Bizi ilə, necə deyərlər, tənzimləyən var. Yəni, biz kimik ki? Sözü verək Hacı Elşənə. Müdrik insan olmaq üçün hansı vərdişlərə sahib olmaq lazımdır? Müdrik insan bir neçə yerdə qeyd olunub. Müdrik insanlar ümumiyyətlə səhvə yaxınlaşmaz. Səhv addıma yaxınlaşmaz. Səhvsiz bir tək ulu Tanrıdır Allah. Deyəcəm. Səhvsiz Allahdır və Allahın Quranda buyurduğu kəslərdir. Ki, Əshab surəsində Allah buyurur ki, ya Peyğəmbər, mən sənin əhl-i beytüvi bütün çirkablardan pak etdim. Bu ayə var. Yəni, Bəli. pak odur ki, məsum. Yəni, nöqsansız. Bu nöqsansız var. Bunlar varımızdır. Müdrik də olardı. Məsəl üçün,
bu olgular var, bu örnəklər ki var bizim üçün. Allah bizi başlı başına buraxmayıb ki. Allah bizi xəlq edib, fizioloji, bioloji xəlq var. İndi qaldı insanın inkişafı, Bəli. yüksəlişi. Yüksəliş ustadsız olmaz. Allah bizə nümunələr göndərdi. 124 min, hədislər belə deyirlər, 124 min peyğəmbər, neçə səhifələr və neçə kitablar, qanunlar gəldi. Və bizim üçün bir örnək, bizim üçün bir olğu Allah göstərdi. Quranda Həzrət Peyğəmbərə buyurur, deyir, sən necə də əxlaq sahibisən? Peyğəmbərə buyurur. Yəni, nə gözəl əxlaqın var sənin. Bir ayədə buyurur Həzrət Peyğəmbər, sən bütün aləmlərə rəhmət gəldin. Tək insanlığa yox. Bütün aləmlərə, tək bu yer üzünə yox. Bütün aləmlərə deyir, sən rəhmət gəlibsən. Gözən olğularımız var. Bunlar müdrik insan, yəni budur. Müdrik insan nə sözündə nöqsan eləməz, nə addımında Əməlində, nöqsan nə eləməz. addımında, bəli. Bəli. Məsələn, ağıllı insanlar var ki, onlar bəzən düşərlər qəflətə. Qəflətə düşərlər, amma sonra ayılarlar. Amma bu insanlar heç qəflətə düşməzlər. Bir an belə qəflətə Elə tanıdığınız düşməzlər. insan var. Əlbəttə ki, var. Onlar adını Dünya, çəkəsiniz. ümumiyyətlə, Müdrikləri. dünya Allahın höccəti olmadan, Allah nümayəndəsi yerdə olmasa bir gün, yer kürəsi dağlar, Yəni məhv ətrafınızda olar. elə insanlar var da, müdrik Ətrafımızda insanlar. olmasa da qəlbimizdə var və bizim gözümüzün Qəlbimizdə, önündə var bəli. və o insanlar var, bəli, çoxdur. Az da deyil. Var, yaxşı insanlar, gözəl insanlar, müdrik insanlar var. Amma onlardan ola bilməzlər. Onlar ki, bizim nümunəmizdə, bunlar onlara baxıb öyrəniblər. Və biz hamımız qabağımıza, məsəl üçün, bir iş çıxanda yadımıza salırıq. Həzrət Peyğəmbər burada nə edərdi? Buna oxşar nə olub Peyğəmbərin həyatında? Məsələn birini çəkirəm. Bir xanım Peyğəmbərin başına kül tökərdi. Ki bu məşhurdur, ona görə bunu dedim mən. Ki Həzrət Peyğəmbərin hər gün başına evinin zibilini tökərdi. Peyğəmbər çıxıb gedərdi. Günlərin bir gün keçəndə görür tökmür. Onda narahat olur Peyğəmbər. Tökəndə narahat, indi kimin başına bir dənə zibil töksün narahat olmaz? Peyğəmbər gördü, tökmədi, narahat oldu. Gəldi, qapını döydü, bir nəfər açdı. Dedi, burada bir xanım var idi. Başıma zibil niyə tökmədi? Demir onu. Deyir ki, burada bir xanım yaşayırdı. Nə olub? Deyir, ya Rəsulullah, dünən gecədən xəstələnib. Deyir, necədir xəstəliyi? Deyir, yorğan döşəkdədir, düşüb. Peyğəmbər gedir yüngülündə o vaxt ki, bazarlıq eləyir, xurmalar, nə alar. 2-3 səhabə ilə gəlirlər onun evinə. Xanım Peyğəmbərə görür, yorğanı çəkir başına. Deyir, məni gör, harada tutdun sən? Ki, gəlib sən də məndən qisas almağa. Peyğəmbər deyir, yox, mən gəlmişəm sizə dua edeyim. Ki, Allah sizə şəfa versin. Utanır, ağlayır və sonra İslamı qəbul edir. Görürsən, insanlıq hardadır? Şair, insanın formalaşmasında cəmiyyətin rolu nədən ibarətdir? Bilirsiniz, əslində cəmiyyət insanın formalaşması üçün müəllimdir. Yəni məktəbdir. Yəni cəmiyyət olmasa insan hardasa o özünə lazım olan, gərəkli olan o dəyərlərə hesablanmağın heç qayğısına da qalmaz. Yəni biz gözümüzü açırıq, cəmiyyətdə yaşayırıq, cəmiyyəti görürük və artıq bir insani borcumuzdur ki, o cəmiyyətin dəyərlərinlə yaşayaq və bu dəyərlərə xidmət elədikcə biz özümüz kamilləşirik, insanlaşırıq. Yəni bu baxımdan cəmiyyətin insanın həyatındakı yerin mən bir məktəb, böyük bir auditoriya kimi görürəm və kimsə bu cəmiyyətə görməzdən gəlirsə, onun gələcəyi, onun həyat yolda hardasa bəsitlik içərisində. Bu çiçəyi tapdayıb, namaza tələsən adam. Bəli. Düşündüm, cavab tapmadım, sən niyə beləsən adam? Qıvrılıb qında yatırmı, doğulmağa can atırmı? Tanrım, gümanın çatırmı, mən səndən diləsəm adam? Yollar çox, azmaq asaddır. Altını qazmaq asaddır. Bu şeiri yazmaq asaddır. Kimə göndərəsəm adam?
Yəni bu şeirin mahiyyəti Yazırsınız əslində amma sizin o adamı tapmırsınız bəli, sən elə həmin o göndərməyə. çıraq məsələsidir ki, axtarır Sokratda, eradan əvvəllər axtarırdılar. Həmin o çıraq məsələsidir ki, böyük sənətkarlarımız, məsələn Füzuli onu təbliğ eləyirdi. Həmin o çıraq məsələsidir ki, bugün biz də yenə də axtarırıq. Yəni insan hansı cəmiyyətdə yaşayırsa yaşasın, onun o cəmiyyətin dəyərlərinə uyğun insan axtarışları var. Bu baxımdan mən o insanı ki, biri gülüyə, çiçəyə, ayaqlaya-ayaqlaya qaçırsa, namaz eləməyə bu artıq o namazın batilliyini aparır. Bu baxımdan biz həmişə insan axtarırıq. Bəli. Ədəbiyyatın, mədəniyyətin, elmin, insanlığın yolu həmişə o insanlığı axtarmaqdır. Aha. Bunlar mən Mirzə biraz Həkim, müdaxilə edeyim. sualım sizədir. Özünü tapa bilməyən insan yaşayır ya sadəcə nəfəs alır? Mehriban xanım, bu insanlığa aid bir o insan axtarmaq söhbətinə aid bir istəyərdim öz fikrimi deyim. İnsanı axtarmaq lazım deyil. İnsan özü görə insan ola, o insanlığı öz daxilində hiss eləyə. O normal insan olanda o ətrafdakiləri insan kimi görəcək. Normal insan kimi görəcək. Yəni normal insan dedikdə Allah Taala'nın hamımız bəndəsiyik. Biz pis olmağa ixtiyarımız yoxdur. Çünki bizi yaradan var. Biz kimik ki? Onda belə çıxır ki, bəşəriyyət üzərində nə insanlar var, hamısı əsl insandırlar da. Bəli, indi deyəcəm. Amma hər bir insanın da özünə məxsus xüsusiyyətləri var. İnsan ola bilər şair olsun. Amma insanlarla münasibətdə çox qaşqabaqlı olsun, acınacaqlı olsun, acıdil olsun. Amma gözəl şair olsun. Bu ola bilər. Amma bu o demək deyil ki, o pis insandır. O da özü üçün özünə, necə deyərlər, öz daxilində özünə məxsus insandır. Mən şəxsən belə başa düşürəm. Hacı, özünü tapmayan, tapa bilməyən insan yaşayır ya sadəcə nəfəs alır? Quranda bu barədə Allah mütəal buyurur. Onlar ölü kimidirlər. Bir söz də yadıma düşdü. Düzdür, bu tək elə insanlığa da aiddir. Bu sual olur ki, bir nəfərə ki, yəni kişini necə tanımaq olar? Bu kişilərə aiddir, amma elə ümum insanlığa deməli. Kişini tanımaq üçün gərək kişi olasan özün. Ki tanıya biləsən kişiləri. İnsan özün tapmayıbsa, bilmirsə özü kimdir, nə varlıqdır, bu burada neyniyir, bu bura hardan gəlib, hara gedəcək. Əgər hələ bunu başa düşməyibsə, deməli bu hələ dirilməyib, bu ölüdür. Bu gərək dirilə. Müəllimin də buyurduğu, şairin də buyurduğu, Sokratın da dediyi, Diri gözlü Həzrət ölüdür də, Peyğəmbər- belə çıxır Bəli də sözünüzdə. ölüdür. Bəli. Ölüdür də hələ tapmayıb özünü. Şeirinizdən zəhmət Bir dənə bir şeir oxuyaram qısa. Bu dünya bir əcib yerdir. Məhəbbət var, səadət yox. Məhəbbətdən doğan min cür cinayət var, ədalət yox. Bu dünyada gərək bilsin ədalət axtaran insan. Bu yolda çox bəlalar, çox müsibət var, şikayət yox. Ədalət sahibi vaxtı ibadətdə şəhid oldu. Ədalət qanuni böylə, şəhadət var, məniyyət yox. Nədəndir qiyməti heç bir kəfənlik olmayan yerdə? Hələ mən çox demişəm ha burada. Həzrət Əli əleyhissalam bir söz deyib. Mən qiymətin kəfən vermişəm bu dünyaya ki, buradan apara bilsən kəfəndir, addır, rəhmətdir, bunlar aparsın. Həzrət Əli əleyhissalam deyir ki, mənim gözümdə bu dünya keçinin suyu qədər də qiymətli deyil. Keçinin ağzının suyu qədər də qiyməti yoxdur. Həzrət Əli Nəhcül bəlağəsindədir. Deyir, bu dünyanın qiyməti mənim gözümdə keçinin ağzının suyu qədər deyil. Yəni keçin ağzının suyunu çıxartsan bazara satmağa neçə alarlar? Heç bir şey də oraq ona alasan. Nədəndir qiyməti heç bir kəfənlik olmayan yerdə dəyərsiz neymət üstündə rəqabət var, xəcalət yox. Əgər insan özün torpaqdan üstün bildi, şeytandır. Həzrət Peyğəmbərin sözüdür. Əgər insan özün torpaqdan üstün bildi, şeytandır. Ya bir də şeytanı tanımaq istəyirsən, bax, gör kimin burnu qalxıb bir damcı yuxarı. Bir ki o şeytandır, o təkəbbür edir.
Təkəbbür üçün qiyamətdən məzəmmət var, şəfaət yox. Keçirəm şeirdən çoxum. Heyfsən ey bəni Adəm, ayıl tez xab u qəflətdən, ibadət badəsin nuş eylə, ləzzət var, kəlalət yox. Tamami neyməti dünya yayın əbri misalında. Bütün dünyanın neymətləri yay buluduna oxşayır. Necə? İçi boş, sürəti tez. Bəli, surət var, xəsalət yox. Yay buludları surətli olar, içi boş olar. Qış buludlarına bənzəməz. Əlindən tez çıxacaq, allanırsan. Görünüşü var, keyfiyyəti yoxdur. Mirzə Həkim, insan var ki, istər milyonçu olsa da, həyatı ürəyə açan keçmir. Özünü tapa bilməyən insan həyata bir film, teatr kimi, əyləncə kimi baxır. O insan nəfəs alır, həm də yaşayır. Bir sözlə, xoşbəxt bir ömür yox, mənasız günlər keçirir. Sizcə, mənalı ömür sürmək üçün nə etmək lazımdır? Bu mövzu bayaqdan burada fərqlənir. Bəli. Axırda yenə həmin o mövzuya gəldik, çıxdıq. Eyni mövzudur. Bəli, insanın milyonu ola bilər, amma qəlbi balaca ola bilər. Və bilirsiniz, milyonu olmaq hələ o demək deyil ki, o insandır. Bayaq söylədim, insan olmaq üçün görək insanın özü insan ola ki, qarşısındakini insan kimi qəbul eləyə. Amma özünüz çox gözəl söylədiniz. Milyonu var, başa düşürük. Milyonuna görə hamı ona salam verir, hamı ona baş əyir, hardasa. Müəllim deyir hətta. Müəllim deyir və s. və s. Amma onun milyonu olmayanda ona bir dənə adam salam da vermir. Nəyə görə? Çünki o bugün milyonu ilə tanınır, insaniyyətliyi ilə yox. O insan onu özü qavrayıb başa düşürmür ki, bugün mənim puluma görə hörmət eləyirlər, şəxsiyyətimə görə yox. Mehriban xanım, bax, budur, elə problem budur ki, o cür insanlar özlərini görə bilmirlər. Görə Nəyə bilmirlər, görə? bəli, O görə fikirləşir ki, bilmirlər. mənim varım varsa, demək mən nazən billah Allaham. Bəziləri elə fikirləşir. Estağfurullah. Pulum varsa mənim hər şeyim ola bilər. Amma başa düşmürlər ki, o varı verən də Allahdır, alan da Allahdır. Bəli. Yəni çox tanınmış Hacı Zeynalabdin Tağıyev olub həyatda, özünüz çox gözəl bilirsiniz. Onun həqiqətən də onun qəbri bizdə Mərdəkandadır, öz müəlliminin ayağının altındadır. Və o çox gözəl bir söz deyib ki, demək o bir dəfə müəlliminə sual verib, deyib ki, ay müəllim, mənim bu qədər ki var dövlətim var, bunun axırı necə olacaq? Müəllimi deyir ona ki, Hacı, bir gün verən Allah, bir gün onu ala bilər. Buna gülməli gəlir ki, necə yəni, mən bu qədər var dövlətim, necə ola bilər ki, birdən-birə yox çıxsın? Və həqiqətən gəlib bu pis vəziyyətə düşəndə, rəhmətə gedəndə deyir, məni və müəllimin ayağının altında bastırın. Çünki onun vaxtı ikən dediyi şeyi mən düz başa düşməmişəm. Həqiqətən də verən Allahdır, biz kimiyik? Doğru, doğru. Sərvəz bəy, elə insanlar var ki, ayna kimidirlər. Sənin özünü özünə göstərməyə çalışırlar. Belə insanlar arasında özlərini cəmiyyətdə olduğu kimi qəbul etməyənlər də var. Küsüb inciyənlər də var. Və digər tərəfdən bununla qürur duyanlar da var. Belə insanlara nə deyə bilərsiniz, yanaşmanızı bilmək istərdik. Sizin verdiyiniz sual bizim həmişə ədəbi camimizi düşündürən bir sual olur. Hətta Bəli. böyük Sabir də deyirdi ki, mən güzgü kimiyəm, sənin özünü göstərirəm özünə. Niyə bəs belə bərəldirsən o qara gözünü? Yoxsa əyri görürsən bu güzgüdə özünü? Bəli. Yəni cəmiyyətdə həmişə o insanlar dəyərləndirilib ki, onlar insanlığı oyadırlar və insanlığı əks elətdirirlər, göstərirlər. Kimin də o Sabirin nəzərdə tutduğu o aynaya, o güzgüyə yad gözlə, əyri gözlə baxırsa, əslində onun qəlbinin əyriliyi, ürəyinin əyriliyidir. Və bizim ədəbi sahə, ədəbiyyat həyatı həmişə insanın məhz o insanlıq güzgüsündən keçirəndə o təmizləyib, o bütün xələcanlı hissləri o insanların ruhuna hopdura-hopdura gətirməyə çalışıb ki, insan özünə də baxanda, cəmiyyətə də baxanda orada bir-birini tamamlasınlar. Bəli, Yəni bəli. biri-birinə baş aşağılığı gətirməsin. Məsələn, Peyğəmbərdən burada çox söhbətdə danışdıq. Peyğəmbərdən soruşurlar ki, İslam nədir? Deyir ki, gözəl əxlaq. Bir də soruşurlar ki, İslam nədir? Deyir, yenə gözəl əxlaq. Üçüncü dəfə yenə də gözəl. Yəni o yerdə ki,
O güzgü gözəl əxlaqdır. O mənəviyyatdır. O mənəviyyat güzgüsündə, əxlaq güzgüsündə insan özün onu göstərən adamları ki, güzgünü ki, sındırmaq istəyirsə, əslində özünün gələcəyini sındırır. Gələcək həyat yaşamasıdır. Sonda Belə başa ümumi düşürəm. sual vermək istəyərdim. Xahiş edirəm, amma hamınız səmimi cavab verin. Bugün hər birinizin vəzifəsi, şanı, şöhrəti, var dövləti də var. Bunlarla yanaşı həyatda özünüzü xoşbəxt hesab edirsinizmi? Mən bayaq söylədim ki, həyatda yaşamaq o demək deyil ki, hətta insan yaşayır. Həyatda insan odur ki, yaşayandan sonra özünə ya rəhmət, ya lənət aparır. Mən bugün özümü xoşbəxt ona görə sayıram ki, bizim işçimiz, əməkdaşımız var. Və mən əziyyət çəkərək onları bugün necə deyim, dolandırmaq pis çıxır mənası, ruzi bərəkətlərini onlara qismət eləyirəmsə, hansısa bir idarədə, yəni o bir var hökumət idarəsi, bir var şəxsi idarə. Kimsə evinə bir parça çörək aparırsa, mən şəxsən özümü xoşbəxt sayıram. Çox sağ olun, çox sağ olun. Mənim var Şəbəz. dövlətim yoxdur. Mənim şöhrət odur ki, Allah istədiyi insana izzət verər, istədiyindən alar. Allah şahiddir, qazanmışıq, amma hardadır o qazanc, onu Allah bilir, mən bilirəm. Buyurun şair. Bilirsiniz, xoşbəxtlik nisbi anlayışdır. Məsələn, mən belə götürək ki, Mövlana Cəlaləddin Ruminin məqbərəsi başında, dayananda, önündə dayananda, Hacı Bektaş Vəli iqamətgahında dayananda özümü xoşbəxt hesab eləmişəm. Hər gün günün doğuşuna, ayın doğuşuna salavat çöyürən 90 yaşlı atamın sifətindəki nura baxanda özümü xoşbəxt hesab eləmişəm. Ancaq belədən torpaq itkimizi görəndə, belə də Qarabağsız dərdimizi görəndə o bədbəxtlik məhz həmin anda, eyni məqamda mənim içimdə var. Buna görə də bunun nisbi anlayışların həmişə biz nikbin tərəflərini yaşamalıyıq, nikbin duyğularla yaşamalıyıq ki, həyat Təşəkkür gözəldir. edirəm. Sonda sözü verək musiqiyə. İnsan Tanrının yaratdığı ən ali varlıqdır. Əsl insan düzgün, vicdanlı, qürurlu olmalıdır. Hər bir insan istəyir ki, hamı sevsin, ona hörmətlə yanaşsın. Ancaq insanların sevilməməyi elə onların davranışının bəhrəsidir. Hansı insan istəyir ki, heç kim onu sevməsin, ona qayğı göstərməsinlər? Əlbəttə ki, heç kim. Buna görə də həmişə yaxşı bir olmağa çalışmaq lazımdır. Biri yıxılanda gülmək, lağ etmək əvəzinə onun qolundan tutmaq qaldırın. Bir deyim var. Vəzifədən, şahlıq taxtından düşmək dərd deyil. Gün gələr, yenidən qalxarsan o taxta. İnsanlıq taxtından gərək düşməyəsən. İllər yox, əsrlər keçər. Amma yerini yenidən bərp edə bilməzsən. Hörmət qazanmaq o qədər çətin iş deyil. Əsas o hörməti sona qədər saxlamaqdır. İnsan əməlləri ilə qazanır. Həm hörməti, həm nifrəti. Həyat insanlara sadəcə bir dəfə verilir. Əsl insan olmağın dəyərlərini bilək. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərədək. Bu yolda dönüş yok, sen bilmiyor musun? Her şey gönlünce olmaz demiştim sana. Kaderden kaçılmaz biliyorsun. Kimler geldi hayatından, kimler geçti, hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi
Bu akşam gelip çalma kapını, başkası paylaşıyor alın yazını. Ben sensiz yaşıyorum yasak aşkını, söylüyorum şarkını. Kimler geldi sorma sakın, kimler geçti hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Lay lay lay, lay lay lay, lay lay lay, lay lay lay, en güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Kimler geldi hayatımdan, kimler geçti hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Lay lay lay, lay lay lay, lay lay lay, lay lay lay, en güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler